Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, Huggies uşaq bezlərinin xüsusi sponsorluğu, Kotex qadın bezlərinin sponsorluğu ilə başladı. Salam mənim əzizlərim, xoş gördük. Yenə də şəfalı həyat sizinlədir. Odur ki, əgər şəfalı həyat sizinlədir, deməli diqqətiniz, fikriniz tam bizdə olsun. Çünki bugün şəfalı həyatda övladlarımız haqqında elə bir məqamlara toxunacağıq ki, hətta özünüz belə şok olacaqsınız. Amma biraz sonra. Çünki öncədən qonaqlarımızı dəvət edək və bu haqda sizinlə bugün şəfalı həyat boyunca ətraflı danışacağıq. İndi isə istəyirəm qonaqlarımızı dəvət edin. Bugün studiyamızın qonağı 17 illik təcrübəsi olan, öz işinin mütəxəssisi, logoped, pedaqoq Nigar xanım Abilova bugün studiyamızın qonağıdır. Buyurun Nigar xanım, xoş gəlmişsiniz. Necəsiniz Nigar xanım? Çox sağ olun. Çox şadıq sizi efirimizdə görməyə. Bu cür dəyərli verilişə dəvət etdiyinizə görə tamamilə düzgün bir anons verdiniz. Bugün valideynlər efirə biraz da yaxın əyləşsinlər. Bilmədikləri bütün məlumatlar zərrə-zərrə, bir hamısını açıqlaması ilə çatdıracaq inşallah. Təşəkkür edirəm. İndi əyləşin. Bir neçə dəqiqədən sonra, bəli, elə valideynlərə çox maraqlı olan mövzu, evladlarımız haqqında bilmədiklərimiz elə bugün burada şəfalı həyatda açıqlanacaq, sizinlə paylaşacaq. İndi isə istəyirəm təbii ki, əgər şəfalı həyat sizinlədirsə, deməli bizim gözəl musiqili ifalarımız da olacaq. Bugün studiyamızın qonağı Rəhman ailəsidir. Elə istəyirəm onlarla verilişimizə start verək. Təşəkkür edirəm, xoş gəlmişsiniz. Əkbər bəy, sizə təşəkkür edirəm. Gülnara xanım, sizə təşəkkür edirəm və təbii ki, bizim gözəl qızımız Nuray. Nuray doğrudan çox istedadlı, hətta bundan öncə ifa edirdi. Deyirəm, sevirəm də mən bu qızımı, doğrudan sevirəm. Çox sağ olun Şəfa xanım. Doğrudan da sizin verilişi artıq birinci dəfə deyil gəlməyimiz. Mən bir hiss keçirdirəm. Bura gələndən istirahət edirəm elə bir. Ay, çox sağ olun. Həqiqətən də belə ruhum dincəlir. Doğrudan da adına uyğun bu verilişdə mən bir şəfa tapıram. Müəyyən qədər istirahət edirəm. Ona görə sizə uğurlar, sizin komandaya uğurlar arzulayıram. Çox sağ olun. Yenə də bir daha təşəkkürlər. Çox sağ olun, hər zaman var olasınız. Onu da vurğulayım ki, bu yaxınlardan bizim toplantımız oldu. Bizim Şəfalı Həyat Coffee and Healthy Food'da və orada bizim gözəl Nuray balamız atası Əkbər bəy ilə çox gözəl bizə bir belə də unudulmaz bir gecə bəxşiş etdilər. Gözəl ifalarından, gözəl, hətta Əkbər bəy çox gözəl də ifası var idi.
idi. Bəli, gözəl musiqiləri ifa etdi. Mənim qızım da çox gözəl skripkada çaldı. Və Gülnar xanım, sizə də təşəkkür edirəm ki, doğrudan da çox gözəl bir ailə. Ailə çox önəmlidir. Mən dəfələrlə verilişimizdə deyirəm ailə, ailə, ailə. Çünki mən üçün doğrudan da əgər mən ailədən bir enerji almıramsa, heç vaxt mən gəlib burada sizinlə o sevgimi, o uğurlarımı, o belə deyək də, o isti münasibətimi paylaşa bilmərəm. Çünki hər şey hardan, ailədən və evladlarımızdan başlayır. Və əgər siz bugün evladınızın bu gözəl məqama çatmasında birinci növbət kimin? Ananın böyük rolu var və təbii ki, ataları da burada nəzərdə almaq lazımdır. Çünki atalar da çox böyük bir enerjiləri var. Ona görə elə istəyirəm mövzumuza keçək. Gülnar xanım, əgər deyəcəyiniz varsa deyin, buyurun. Elə sizin sözləri vurğulamaq istəyirəm ki, ailə də kiçik bir dövlətdir. Doğrudan da sağlam ruhda olmalıdır ailədə və əlbəttə ki, maarifləndirici olmalıdır. Əsasən də elə səhnədə, sosial şəbəkələrdə olan ailələr bir nümunə olmalıdır bizim xalqımız üçün, övladlarımız üçün. Allah bütün evladlarımızı qorusun. Evladı olmayan valideynlərə də Allah o evladlardan qismət etsin. Hətta sizinlə bir neçə dəqiqədən sonra bir gözəl bir xəbəri paylaşacağım. Elə istəyirəm bugün efirdə və bizi eşidən, ailələrində evladları olmayan, illərcə belə də ki, evlad həsrətində olan insanlar inansınlar. Çünki bugün elə burada o məqama toxunacağam. Verilişi başlayanda, əziz valideynlər, sizə açıqlama etdim ki, diqqətiniz bizdə olsun. Nəyə görə? Çünki, bəli, evladlarımız haqqında elə bir məlumatları bugün şəfalı həyatda biləcəyik ki, hər birimizə də bu həm faydalı, həm də belə deyək də, yeni bir açıqlama olacaq. Gəlin bir məqama toxunmaq istəyirəm və ondan sonra da istəyirəm mütəxəssisimiz ətraflı bu haqda məlumat versin. Biz birinci növbədə özümüzü ifadə etmək üçün nitqimiz çox önəmlidir. Hal-hazırda baxın, mən sizlə danışıram. Deməli, burada nədir? Nitqdir. Əgər bugün qonaqlarımız gəlibsə, hər hansı bir mövzu toxunuruqsa, demək nitqdir. Özümüzü ümumiyyətlə cəmiyyətdə, həyatda ifadə etmək üçün istəyər ailədə, istəyər evladlarımızdan, istəyər evladlarımızın məktəbdə və s. bütün sosial şəbəkələrdə birinci növbədə nitq çox önəmlidir. Bu nəyə görə çox önəmlidir vurğulayıram? Çünki əgər bir insan çox gözəl savadı ola bilər, bilgiləri ola bilər, çox gözəl ailədən çıxmış ola bilər. Yəni, hər bir şey 5 üstəgəl ola bilər. Amma əgər nitq düzgün qoyulmayıbsa, bu insan istəyər uşaqlıqdan, istəyər yeniyetmə dövründə, istəyər gələcək həyatında doğrudan da bir addım da olsa geriləmə olacaq. Yəni, mən istəyirəm Nigar xanımı elə bu haqda sual verim, görüm mənimlə razıdır yoxsa yox? Çox sağ olun Şəfa xanım. Ailə olaraq bayaqları vurğuladı gözəl, dəyərli sənət insanlarımız. Mən onun ardınca belə bir şey demək istəyirəm ki, Azərbaycan xalqı doğrudan da ailə dəyərlərinə çox bağlıdır. Nə cür inkişaf etsək də, nə qədər desək ki, çağdaş dövrdə yaşayırıq, müasirlik. Biz Azərbaycan xalqı öz adət-ənənələrimizə, bağlarımıza bağlı milləti və çox istəyirəm ki, bu elə sağlam şəkildə, yəni kök atsın. Qaldı bugünkü günü nitqin formalaşmasına. Bugün ən aktual problemlərdən biri də bilirik ki, 3 yaşa qədər uşaqlar artıq nitqlərinin formalaşmasında hər bir valideyn övlad dünyaya gətirdiyi vaxtdan övladını izləməlidir. Tək nitq deyil, uşaqda nitq var, amma dərk etmə yoxdur, qavrama yoxdur, özgüvən yoxdur. Bugün gənclərimizdə, yeniyetmələrimizdə, hətta məktəbə qədər dövrü uşaqlarımızda ən böyük problemlərdən biri nədir? Uşaq özünü dərk edib, düşüncəli şəkildə sual verib, o sualı dərk edib, suala cavablandıra bilmir. Bugün çox təəssüf edirəm, gün ərzində 10-15 uşaq konsultasiya edirəmsə, onun 8-i, 9-u autizm sindromundan, autizm spektr pozuntusundan əziyyət çəkirsə, bu artıq gələcəyimiz üçün bir təhlükədir. Bir mütəxəssis olaraq bu məni, məsələn, 5 il, 10 il o qədər də təlaşlandırmırdı. Çünki 10 uşaqdan birində, ikisində var idi. Əvvəlki artıq 17 ildir. Bəli, 17 ildir bu sahədə. İllər öncə nisbətə baxırsınız. Əvvəllər də bu qədər autizmlə, autizm spektrına sizə müraciət edənlər var idi, yoxsa son illərdə, neçənci ildən, yəni nə vaxtdan sonra daha çox artıbdır? Düşünürəm, texnikanın inkişafı, bəzən ailələrdə valideynlərin hər ikisinin normadan artıq işləməsi, uşağın pedaqoji baxımsız qalması,
dayələrin əlinin altında böyüməsi. Bilirsiniz, elə bir bağlar var ki, övladla ana arasında, valideyn arasında onu heç bir dayə, heç bir pedaqoq, heç bir müəllim verə bilməz. Mən hər zaman deyirəm, bəzən sevgi mənim üçün çox önəmlidir. Bir uşağı qəbul edərkən valideynlərin bir ümid işığı və bizə olan güvəni çox önəmlidir. Mən hərdən valideynlərimə deyirəm ki, bəlkə mən 17 il bu sahədə olmağımın səbəbi sizin mənə verdiyiniz güvən və ümid dolu baxışlarınızdır. Şükür Allaha ki, bu 17 ildə də Allah Taala heç bir valideynin qarşısında utandırmayıb. Bizə müraciət edənlərin içərisində tək uşaqlar deyil, yeniyetmələr var, məktəb yaşlı uşaqlar var, gənclər var. Hətta mən bir şey demək istəyirəm ki, bəzən bunu kəkələməsi olan gənclər var ki, çəkinirlər. Mən düşünürəm ki, bunun araşdırmasını apararaq valideynlərdən, xüsusən də analardan, ana bir başqa belə deyək gözətləyir övladını, ata bir başqa yanaşır övladına. Amma bir dənə bir şey var ki, ata-ana ailənin belə deyək sütunlarıdır. Onlar nə qədər sağlam şəkildə olsa, fərqi yoxdur əziz valideynlər. Müraciət eləyərkən autizm deyəndə hər kəs bir şok yaşayır. Bu son diaqnoz deyil. Bu son demək deyil. Elə autizm spektr pozuntusu uşaqlarımız var ki, bugün liseylərdədir. Uşaqları digər uşaqlardan seçən nədir? Bu bir yaşam tərzidir. Bunu bir xəstəlik kimi baxmayaq. Analar, valideynlər o vaxtda əsl valideyn olur ki, övladının gözü ilə bu dünyaya baxa bilir. Amma tək autizm olan uşaqlar yox, ümumiyyətlə nitq problemi olan uşaqlar. Hətta bir sualım da olacaq. 2 və ya daha çox dil ailədə əgər danışılırsa, bu ailələrdə, o uşaqlarda nitq necə inkişaf edir? Valideynlərə demək istəyirəm ki, baxın, ailədə hamı Azərbaycan dilində danışır və qonşudan qalma geri deyib rus sektoruna uşağımızı bağçaya veririk. Və yaxud da ki, uşaq tam dili formalaşmamış, zəkası tam olgunlaşmamış dil öyrənməyinə qoyurlar. İngilis dilidir, rus dili. Çox dərdlərdir hal-hazırda. Mən çox müasir bir insanam, belə deyək, dil öyrənməyin tərəfdarıyam. Amma gəlin öz dilimizi tam mənimsəyək, tam dərk eləyək, cümlələri rabitəli şəkildə qura bilək, sual-cavab edilsin. Autizm bu günləri belə deyək, reabilitasiyanı düzgün keçəndə heç də qorxulu nitq qüsuru deyil və yaxud bir xəstəlik kimi baxmayan, onun heç bir dərmanı yoxdur. Reabilitasiyanı düzgün şəkildə qəbul edir uşaq və görürsünüz ki, öz bacısından, qardaşından da hətta önə keçir. Elə bir travma, bəli. Mən hər zaman deyirəm, mən təcrübələrim danışır. Bunu hardasa yazılandan... Sizin belə bir təcrübəniz olub? Əlbəttə ki, yenə deyirəm, mənim məşğul olduğum uşaqlar bugün ali təhsil ocaqlarındadırsa, bugün yaşımızın və təcrübəmizin, mən hərdən deyirəm valideynlərim, mən 3 il, 4 il məşğul olacağam. Bundan sonra bu sahənin kitabını yazacağam. Baxırlar özümə, deyirəm, bəli, deyin ki, amin. Balalarımız dünyaya sağlam gəlsin. Amin. Əvvəl 40 yaş üstü hamiləliklər, belə deyək ki, riskli hamiləliklər sayılırdı. Bugün 30 yaş üstü risklidir. Bəzən sual verirlər, niyə? Bunun tibbi tərəfi də var. Təbii ki, bizi həkimlər izləyir. Onun tibbi tərəfini də deyə bilərəm. Digər yaşadığı, məsələn, ailə travmaları var. Ailədə şiddətli, belə deyək də, dava-dalaşlar olur. Azərbaycan bəy ailə qurduğu vaxtdan 2 canlıdır. Yəni, sağlam ailədən söhbət gedirsə, 2 canlıdır. Artıq onun xanımı övlad gözləyirsə, artıq bəy 3 canlıdır. Əgər bu məsuliyyəti çiyninə götürən bir bəy varsa, ailə qursun. Nə xoş ki, Azərbaycanda sağlam gələcək üçün nəsil artır, balalar böyüyür. Amma bugün... Azərbaycanın ən gözəl özəlliyi, Azərbaycan xalqının ən böyük özəlliyi odur ki, bizdə ailələrdə o böyük-kiçik, ata-ana yeri çox önəmlidir və əlbəttə hörmət. Burada atanın öz yeri, mən hər zaman deyirəm ki, bir ailəyə baxırsan, evladını görmək üçün sən baxırsan ki, ataya, anaya baxmaq lazım deyil. Artıq evlad sizin onun güzgüsüdür. Onu biz məktəbdə oxuyanda, mən evdən məktəbə gedəndə hər zaman anam deyirdi ki, bax, sən artıq bizi orada təmsil edirsən. Mənim anam özü universitetdə neçə illər professor olub dərs deyibdi və hər zaman o deyirdi ki, bəli, çox sağ olun və hər zaman deyirdi, əgər bir tələbə gəlir professorun mühazirəsinə qulaq asırsa, artıq onda digər bir hüceyrələr yaranır. Onun düşüncəsi fərqli olur. Ona görə hər şey ailədən başlayır, amma tək ailə deyil. Sosial mühit çox önəmlidir. Böyüdüyümüz, yaşadığımız mühit çox önəmlidir. Ətrafımız, dostlarımız önəmlidir və təbii ki, ailə. Elə mən istəyərdim bizim Gülnar xanıma sual verim. Çünki Nuray qızımız da bir neçə dillər bilir. Onu da bilirəm ki, həm ingilis dili bilir, həm rus dilini bilir. Bəli. Və onun inkişafında ilkin mərhələdə siz tam
mükəmməl Azərbaycan dilindən başladınız, yoxsa paralel olaraq 3 dil öyrənirdi? Əslində biz özümüz Azərbaycan, yəni doğma dilimizdə danışırıq evdə. Ancaq hər 3 uşağımızda, yəni ki, övladımızda, ami bütün balalarla bahəm, üçü də həm bağçada rus bölməsində olublar, həm də məktəbdə rus bölməsində olublar. Şükür ki, heç bir problemimiz olmayıb. Düzdür, çünki bizim özümüz də rus dilini bildiyimiz üçün lazımi anlarda onlarla rus dilində də, yəni ünsiyyət qurmuşuq. Azərbaycan dilində də paralel, yəni. Nurayın çox gözəl nitqi var, çox gözəl danışıq qabiliyyəti var və sözün əsl mənasında bu artıq sizi təmsil edir. Bu sizin burada böyük bir, belə deyək də, o sizin bir gülünüzdür deyim, o sizin bir çiçəyinizdir deyim, o sizin toxumunuzdur, yəni o sizin davamçınızdır. Və də orada da Nurayı xüsusi sevirəm, bilirsən onu da, hiss edirsən. O bizim gözəl balamızdır, ona da uğurlar arzu edirəm. Və elə istəyirəm Nigar xanım sizlə də davam edim, çünki biz bundan öncə, bir həftə bundan öncə də sizin haqqınızda biz Instagram səhifəmizdə paylaşdıq və bizə, mənim Instagram səhifəmə suallar gəldi. Məsələ, loqopedə. Siz loqoped olaraq bərabər eyni zamanda da pedaqoqsuz. Yəni pedaqoq bu başqa bir aləmdir. Yəni biz hər birimiz müəllimlərdən dərs götürmüşük. Onlar bizim birinci o addım etməyə, oxumağı deyir. Əgər müəllimimizi sevirdisə, o fəni də sevirdik. Elə də sizin özünüzün bir gözəl nurunuz var. Bu artıq tək mən yox, yəqin ki, tamaşaçılarımız da görür. O yalnız bilgilər bir tərəfə. Mən hər zaman deyirəm, bir mütəxəssis savadlı ola bilər. Amma gözəl insan bu artıq ikinci məqam deyil, məhz bu birinci məqamdır. Əgər o mütəxəssis gözəl insandırsa və insan sevərdirsə, artıq onun o peşəkarlığı qabaracaq, bir üzə verəcək. Çünki o çalışacaq o insana faydalı olsun. Mən qəbul elədiyim, Şəfa xanım, qəbul elədiyim hər bir uşağa bir pasient kimi baxmıram. Öz övladım kimi can yandırmıramsa o işə. Demək ki, ondan heç bir nəticə gözləmək lazım deyil. Bayaqları bir şey demək deyəndə ki, siz Azərbaycan ailəsində böyükdən kiçiyə, kiçikdən böyüyə fərq, ailələr həmişə başa düşsünlər ki, ata-ana ailə daxilində bir-birinə ünsiyyət quranda, onları ailələrində izləyən balaca bir kamera var ki, onlar daimi... Radarları var. Biz özümüzü tərbiyə eləyək. Uşağı tərbiyə eləməyə ehtiyac yoxdur. Və bayaqları çox gözəl nüansa toxundunuz ki, anam fərqləndirə bilir. İnanın, uşaq konsultasiyaya gələndə o ailə bütövdür, bütöv deyil, onu bilirəm hətta. Nigar xanım, elə gəlin bu yol ikimizin yoludur. Elə bu məqamdan onu da vurğulamaq istəyirəm. Verilişin əvvəlində dedim ki, sizə çox gözəl bir xəbərim olacaq. Və oradan da sözün əsl mənasında bir mütəxəssis, bir peşəkar, istəyər loqoped olsun, istəyər həkim olsun, fərqi yoxdur. Bir ona pasiyenti deyək, zəng eləyib və onun sevincini paylaşanda mən hesab edirəm ki, bu bizim ən böyük mükafatımızdır. Əlbəttə. Siz musiqini yazanda gözəl mükafatdır. Siz işlərinizin uğurları, elə də qoyum icazənizlə mən də bir uğurumu bugün paylaşmaq istəyirəm. Hətta adlarını da burada səsləndirəcəm. Aslan bəy və onun yoldaşı Katerinadır və onlar 9 il evladı olmurdu. Və onlar mənə müraciət edəndə birinci növbədə təbii ki, formaya düşməklə bərabər ən önəmli odur ki, sağlamlıqlarını əldə edərək evlad arzusundaydılar. Hətta dedilər ki, 9 ildir biz ailə qurmuşuq, amma evlad arzu edirik, amma yoxdur və vurğulamaq istəyirəm ki, Aslan bəylə Katerina xanım 9 il evladı olmayan, sadəcə olaraq, bax bunu vurğulayıraq, çünki mən hər zaman deyirəm ki, mən heç bir dərmanlar, arıqladıcı vasitələr, bunlardan istifadə etmirəm. Sağlam qidalanma, sağlam düşüncə və sağlam həyat. Düzdür, hamısı sağlam dedi, amma toplanda hamısı şəfalıdır və 9 ildən sonra məni sevindirdilər ki, artıq oktyabr ayında onların balaca bir evladı həyata gələcək. İndi bilmirəm, qız da oğlan da Allah hər birini qorusun. Yəni doğrudan da mən o qədər sevindim, o qədər sevinç hisslərimi belə də yaşadım. Ona görə də qərara gəldim ki, elə bu gün sizlə paylaşım. Çünki bəzi insanlar düşünürlər ki, sağlam qidalanma yalnız formada olmaqdır. Amma mənim özəl, müəllifi özüm olduğum xüsusi proqramlarım var. Hansı ki, insanları nəinki formaya salıb, insanlar doğrudan da bədəndə bütün o hormonal,
onu bərpa etməklə onların bütün o pozulan deyək də zəncirləri bərpa olunur. Çox gözəl bir belə deyək də xüsusi bir metodikalarla və sonda da belə bir nəticələr. Hətta onu da deyim ki, heç ginekoloqa belə müraciət etməyib, yalnız sağlam qidalanıb, həyat tərzini dəyişib, istəyər yoldaşı, istəyər xanımı və sonda da belə bir gözəl nəticə. Elə istəyirəm bu gözəl məqamda reklamlara ayrılaq, ondan sonra isə elə mövzumuz ətrafında bərabər müzakirə edək. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, Huggies uşaq bezlərinin xüsusi sponsorluğu, Kotex qadın bezlərinin sponsorluğu ilə davam edir. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalı Həyat Coffee and Healthy Food'da. Hər ay burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanırıq. Sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Şəfalı Həyat verilişinin xüsusi sponsoru Huggies uşaq bezləridir. Huggies bezləri uşağımızın həssas dərisi üçün nəzərdə tutulub. Onun tərkibində olan təbii pambıq lifləri isə tam qıcıqlanmadan qoruyur. Tərkibində heç bir kimyəvi vasitə yoxdur. Xlor, paraben, ətir verici maddələr olmadığına görə tam təbii tərkibə malikdir. Bezlər çox nazik olmasına baxmayaraq 99% mayyəni özünə hopdurur. 12 saat istəyər gecə, istəyər gündüz tam quruluğu təmin edir. Huggies Panda bezləri tam təbii və komfortlu materiallardan təqdim olunur. Bu da dərisi həssas olan körpələrimiz üçün ana qayğısı kimi diqqətlidir. Şəfalı Həyat verilişimizin sponsoru Kotex qadın bezləridir. Əziz xanımlar, siz də sağlamlığınızı təmin etmək istəyirsinizsə, Kotex qadın bezlərinə müraciət edə bilərsiniz. Kotex qadın bezlərin özəlliyi ondan irəli gəlir ki, tərkibində olan maddə xitazan tam antibakterial effekt verir və 99% bakteriyaları məhv edir. Bu da bizim sağlamlığımızı təmin edir. Kotex qadın bezlərinin tərkibində heç bir kimyəvi vasitə yoxdur. Əziz xanımlar, hər gün özünüzü rahat, komfortlu, xoşbəxt hiss etmək istəyirsinizsə, o zaman Kotex qadın bezlərindən istifadə edin. Şəfalı Həyat Coffee and Healthy Food'un ən böyük və ən önəmli missiyası odur ki, insanlara sağlam qidaları təqdim edir. Hətta artıq bu həftədən etibarən Şəfalı Həyatda bahar setləri də mövcuddur. Bir nəfəri bahar İtalyan setimiz cəmi 13 manat 90 qəpiyə. 2 nəfəri sevdiklərimizlə, əzizlərimizlə, dostlarımızla gəlirsiniz. 2 nəfəri setimiz cəmi 24 manat 90 qəpiyə. Onu da vurğulayım ki, balıq setləri də mövcuddur. Və 4 nəfərik balıq setimiz, bahar setimiz artıq 54 manat 90 qəpiyə. Gəlirsiniz Şəfalı Həyat Coffee and Healthy Food'da nəinki doyumlu, dadlı bahar setlərinə yararlanırsınız, eyni zamanda formada qalırsınız, şəfanızı elə Şəfalı Həyatda əldə edirsiniz. Bizi birləşdirən yollar var, yollar var. Bizi gücləşdirən qollar var, qollar var. Bizi birləşdirən yollar var, yollar var. Bizi gücləşdirən qollar var, qollar var. Axaramızda onlar var, onlar var. Onları boş ver mənə gəl gülüm. Onları boş ver mənə gəl.
mələyim, ömrümə gərəyim. Axı, necə sevməyim səni mən gülüm. Heç kimi dinləmə, gönlünü ver mənə. Qoy paxıllıq çökən çəksin zülüm. Çünki bizi birləşdirən tellər var, tellər var. Bizi alqışlayan dillər var, dillər var. Bizi birləşdirən tellər var, tellər var. Bizi alqışlayan dillər var, dillər var. aranı sərinlədən yerlər var, yerlər var. Yerləri boş ver mənə gəl gülüm. Yerləri boş ver mənə gəl. Bizi birləşdirən yollar var, yollar var. Bizi gücləşdirən qollar var, qollar var. Bizi birləşdirən yollar var, yollar var. Bizi gücləşdirən qollar var, qollar var. Axlarımızda onlar var, onlar var. Onları boş ver mənə gəl gülüm. Onları boş ver mənə gəl. Təşəkkür edirəm. Çox gözəl. Deyirəm də bu ailə kiçiyinə, böyüyünə kimi istedadlıdır. Təşəkkür edirəm Günar xanım. Təşəkkürlər. Hələ davamı evdədir. Evdəkilər də xüsusi bir istedadlı. Bir gün inşallah onları da gətirərik. Elxanımız balacamızın artıq 2 yaş 3 aylıqdır. Artıq hər gün evdə himn ifa edir. Ay maşallah. Hə, bu arada ilk Patriot. sözü də skripka sözü olub. Skripkanı da çox sevir. Dilini açanda ilk skripkanı da tanıyır. Skripka. Birinci sözü skripka. Bəli, birinci Ay sözü Allah. skripka olub. Hər gün atasını da məcburi. Evdə də bizdə skripkalar çoxdur. 3 yaşında artıq biz özəl bir bağçada çalışıram. Orada da loqoped olaraq fəaliyyət göstərirəm. 3 yaşında artıq biz tamaşa qururuq. Balaca bir səhnəciklər qururuqsa, hərdən valideynlərə deyirəm valla o təsəvvür edin ki, nitqə olmayan uşaqlarla gecikən, yəni nitq hər şey öz qaydasında, amma gecikir. Bu artıq ağız içərisi tonusu. O uşaqlarla hər tərəfli, dünya görüşlü, ingilis dilində şeir desin, rus dilində, o uşaqlarla həmişə müqayisə eləyin valideynlər. Belə bir mühitdə o cür uşaqlar da böyüyür, bu cür. Uşaq var hələ təzə-təzə söz deyir, uşaq var artıq şeir deyir, yanıtmac deyir, nağıl danışır şəkil üzərində. Amma 2 yaş 3 aydısa, artıq himn deyirsə və Azərbaycanda ilk ailədir, hamı belə bir ailə konserti. Uşaqlar günümüzə Sual gətirəsiniz verdim bizim qız xanıma balamızı. ki, neçə yaşından uşaq başlamalı danışmağa? İndi Allah bütün balaları sağlasın. Bizim də evdə körpəmiz var, amma tam danışmır. Yəni mən də niyarançılıq çəkirəm əslində, narahatçılıq Mən çəkirəm. bir şey deyim. 3 yaşına qədər hələ bir 5 il, 10 il bundan qabaq deyirdim ki, heç kim loqopedə gətirməsin. Çünki o sindromların tam dəqiq diaqnozu 3 yaşından sonra qoyulur. Amma indi nə deyirəm? 3 yaşına gələndə artıq deyirəm gecikmisiniz. Çünki tibb necə inkişaf edib? Bu günləri artıq mexaniki loqopediyadan keçmişi aparatlara. Bilirsiniz, aparatlar zaman qazandırır bizə. 3 seansa, 5 seansa əldə etdiyimiz nəticəni bir seansdan o aparatlarla, məsəl üçün Denas Pro aparatı var ki, o bizim tədris mərkəzimizdədir, belə deyək. 3 seansı, 5 seansa bir sözü dedizdirə bilirdiksə uşağa, artıq o bir dənə o aparatla demək olar ki, 2 sözü artıq birləşdiririk. Bu artıq bugünkü günün sürəti. Sürətli, zaman necə sürətli keçir? Bax, o da bizim sürətin, müasir dövrün bir tələbatıdır ki, bugün Biz ayaqlaşmalıyıq bu müasir dövrünə. Mən yenə deyirəm, bugün mexaniki loqopediya artıq keçmiş müddətdə istər üfürmə anlamı,
Bəzən valideynlər mənə sual verir ki, üfürmənin, düzgün nəfəs almanın, nitqə nə cür fərq var, nə adiyyəti var? Mən deyirəm, xeyr. Bütün refleksləri uşağın düzgün yerində deyilsə, düzgün nəfəs alıb verməni, uşaq var, şam üfürməni bilmir. Bu uşaqdan heç bir nitq gözləməyin. Düzgün nitqdən söhbət gedir. Uşaq var, düzgün düyü bütünləmə deyirik. Düzgün koordinasiyanı edə bilmirsə, gündəlik öz tələbatlarını, yəni əyilib ayaqqabısını geyinə bilmirsə və düzgün getdiyi yerdə ayaqlar bir-birinə keçib aşırsa, koordinasiyanı düzgün tuta bilmirsə, artıq valideyn heç kimi gözləməli deyildi, kimsə kənardan nəsə desin. Konsultasiyalarımız pulsuzdur. Yaxınlaşsınlar mərkəzə, öz övladının... Belə bunu da vurğulayım ki, əziz valideynlər, bəzi insanlar düşünər ki, nəsə burada maddiyyət və bəli, Nigar xanım artıq 17 il iş təcrübəsi olan loqoped, pedaqoq bugün elə şəfalı həyatda vurğuladı ki, konsultasiya ödənişsizdir. Siz də bura müraciət edin, Nigar xanım konsultasiyanızı dəyərləndirin və ondan sonra artıq bərabər bir Heç qərar loqopedik verin. seanslara cəlb olunmağa ehtiyac da yoxdursa, övladı haqqında özünün bilmədiyi bir nüans ola bilər. Bəlkə elə bir fitri istedadı var ki, onu heç oxumağa, məsəl üçün, bəzən deyirlər, Bunun üçün də müayinə etməlidirlər. ki. 2 mərhələdə gəlirsiniz, ödənişsiz müayinədən keçirsiniz Nigar xanım və hətta Nigar xanım nəinki sizin problemlərinizi aradan götürəcək, eyni zamanda hətta uşağınızın o gizli istedadlarını hərdən mən valideynlərimə deyirəm, mən niyə idmana verməm? Mən idmanı çox sevirəm. Mən səhər, gün, orta, axşam mənə desələr idman et. Və bugün efirə gəlməmişdən qabaq saat 6-da bir məşqim olubdur, saat 9-da bir məşqim, saat 12-də bir məşqim. 3 dənə müxtəlif məşqlərdən çıxmışam və sevirəm. Mən buna yox deyə bilmirəm də. İstəyir kitab oxumaq. Yəni hər bir insanın bir relaksı var. Mən deyirəm ki, mənim relaksım kitabdır. Belə deyək də, həkimliyimi çox sevirəm. O müzakirə olunmur. Amma idmanı da çox sevirəm. Valideynimə deyirəm ki, mən bir idmana verərdim. Deyir elə burada da pis deyirsən. Odur ki, doğrudan da sözün indi bu bir zarafat idi, amma sözün əsl mənasında doğrudan da illər öncə bu qədər tibb inkişaf etməmişdi. Bu qədər belə deyək də psixologiya bu qədər inkişaf etməmişdi. Loqopediya bu qədər inkişaf etməmişdi və bunun da nəticəsində bəlkə də o vaxtda bu qədər tələbat yox idi. Çünki hal-hazırda o alfa nəsil var, Z nəsil var və müxtəlif nəsillər var. Doğrudan da bu uşaqlar qeyri-adidirlər. Yəni onların həyata baxışları, həyat bucaqları bizdən fərqlidirlər və bunun üçün də biz valideynlər bunu görmək. Təbii ki, o demək deyil ki, biz valideynlər hər şey. Mən hər zaman deyirəm, bir insan əgər deyirsə, mən hər şeyi bilirəm, deməli o heç nə bilmir. Amma bir insan deyirsə, mən heç nə bilmirəm, əmin ola bilərsiniz ki, o kifayət qədər bilir. Və ona görə də əziz valideynlər, heç qorxmayın, heç çəkinməyin, düşünməyin ki, vay, birdən vaxtı keçər, gecikdirərəm, uşağımın o gözəl istedadlı vaxtını keçirəm. Hər zaman belə deyək də, heç vaxt gec deyil. Mən nəyə görə onu deyirəm? Çünki elə bugün, bax bugün, elə şəfalı həyatı izləyən bütün tamaşaçılara buradan bir çağırış etmək istəyirəm. Heç vaxt həyatımı dəyişməyə gec deyil. Heç vaxt evladımı düzgün, o deyək, istiqamətləndirməyə də gec deyil. Çünki hər zaman, belə deyək də, hər zamanın öz dəyəri var və zamanımızı dəyərləndirməliyik. Ona görə siz də əgər evladınızın ilk gündən, belə də ilk yaşlarından bilmək istəyirsə hansı istedadadır, hansı istedaddadır, hara istiqamətləndirəsiniz, təbii ki, o zaman onlar orada daha da uğurlu olacaqlar. O zaman siz də bizim gözəl bir mütəxəssisimizə müraciət edə bilərsiniz. Sözün əsl mənasında doğrudan da üzündə bir nur var, bir işinə belə bir qayğısı var, bir sevgisi var. Çünki mən özüm də bir mütəxəssisəm və bilirəm ki, insan əgər onu da deyəcəm. Keçən efirdə də demişdim, yəqin ki, xatırlayırsınız. Əgər bilmək istəyirsinizsə, hansı peşə doğrudan da sizə Allahdan verilib və o peşədə siz uğurlu ola biləsiniz, əgər o peşəni tam maddiyyətsiz çalışa bilərsinizsə, deməli o sizin peşənizdir. Necə ki, Nigar xanım vurğuladı ki, konsultasiya sizin üçün tam ödənişsizdir və gəlin siz də bir müraciət edin. Şəfalı məsləhətlərim. Bugün siz üçün 3 məsləhətim olacaq. Bəzi insanlarda, yəqin ki, siz də rastlaşıbsınız, istəyər bəylərdə, istəyər xanımlarda. Məhz çiyin nahiyəsində, bel nahiyəsində, ön qollar nahiyəsində daha çox yağ toplanması olur. Belə xanımlar deyir ki, elə bir bədənim kişiləşir, bəylərdə isə xoşa gəlmir. İstəyirlər daha belə fit olsunlar. Bu nə ilə bağlıdır? Daha çox əgər özünüzün üzərinizə daşıya bilməyəcəyiniz yükü götürürsünüzsə, o zaman bu hissələrdə yağ toxumasının toplantısı daha çox olur.
Bu birinci faydalı məsləhətimiz. İkinci məsləhətimiz. Təbii ki, bu sual hamını maraqlandırır. Hətta mənim Instagram səhifəmə o qədər bu suallarla müraciət edibsiniz ki, mən artıq qərara gəldim ki, yox, mən mütləq şəfalı rubrikamızı edəcəyim. Qarın nahiyəsində toplanma. Yəqin ki, rastlaşıbsınız. Belə alma vari bir toplantı. Bu nə ilə bağlıdır? Daha çox hansı insanlarda olur? Hansılar ki, daha çox etiraz edirlər. Hətta belə deyək də, şəfalı həyata baxaq deyir, yox. Sağlam qidalanaq deyir, yox. Bax, belə bir insanlarda daha çox etirazla rastlaşan insana, çox şeyə etirazla baxan insanlarda məhz qarın piyləri daha çox olur və öd. Öd problemlər çox adamlarda var. Hətta hal-hazırda öd daşları olsun, öd durğunluğu olsun. Belə də deyirlər ki, ödüm daşdı və belə bir məqam var. Bu daha çox aqressiv insanlarda. Ya aqressiyalarını kimisə üzərinə keçirirlər, ya da aqressiyalarını içlərində saxlayırlar. Bax, bu insanlarda daha çox öd problemləri rastlaşır. Odur ki, diqqətiniz bizdə olsun. Hər şəfalı həyat verilişində artıq bugündən etibarən şəfalı, faydalı məsləhətlərimi sizlə paylaşacağam. Nigar xanım, istəyirəm növbəti sualımıza keçək. Hətta bundan öncə də vurğuladınız ki, bu problemlərlə son vaxtı daha sıx-sıx rastlaşırsınız. Hansı əlamətləri əgər valideyn görürsə öz evladında, artıq belə deyək də sos edərək, sos deyərək sizə müraciət etməlidir? Çox gözəl nüansa toxundunuz Şəfa xanım. Bəzən valideynlər ev daxilində övladlarına konkret hansı əlamətlərin olduğunu bilərəkdən müraciətini gözləyirlər. Amma bir şey deyim ki, bu günləri autizm haqqında çox danışılır, mutizm haqqında danışılmır. Yəni sosial mühitdə baxsanız, görərsiniz ki, mutizm haqqında işləyən mütəxəssislər ümumiyyətlə demək olar ki, yoxdur. Mutizm bir ailə travmasından, ümumiyyətlə nifdən imtinadır. Görün, bir savaşın uşağın psixologiyasına və o psixologiyadan doğan nitqdən ümumiliklə imtinadır. Uşaq olub ki, onun üstündə 2 il işləmişəm və bir ailə travması nəticəsini tamamilə nitqdən imtina edib. Məktəbə də gecikib, bu arada da, yəni ən azından 2 il ərzində biz bütün qüvvəmizi hər tərəflə psixoloq, nevroloq və loqoped olaraq üzərimə düşən nə varsa etdik. Şükür Allaha bu yolda da qalib çıxdıq. Amma valideynlərə bu günlər ev daxilində 2-3 belə deyək ki, bir nümunə, bir nüans, bir xəbərdarlıq deyək verirəm. Əgər övladınız birbaşa göz kontaktına girməyərək gözlərini yan tərəfə, yəni periferik deyirik. Yəqin valideynlərə istəyirəm məni yaxından götürsünlər. Periferik olaraq istər obyekti, hər hansı bir əşyanı, istər insanı birbaşa göz kontaktına girmirsə övladınız, yan izləməklə gedirsə, bu artıq əsas nüansdır. Burada heç bir yanlış qərar ola bilməz. Periferik nə üçün baxırlar? Göz kontaktına girmək, birbaşa göz təmasına girmək uşaqların beyin yarımkürələrində belə deyək, bir ağırlıq yaradır. Və onlar üçün ən rahat belə deyək seçim periferik olaraq yan nüansı izləmək. Bəzən valideynlər deyirlər ki, o bizə elə gəlir ki, nə eşitmir, nə də məsələn qorxu hissi yoxdur. Əgər övladınız yol gedərkən qorxu hissi yoxdursa, o duyğu övladınızda yoxdursa, bu bir siqnaldır. Əgər övladınız bir cəmiyyətdə, bir əyləncə mərkəzində bütün uşaqlardan kənar, baxmayaraq ki, əyləncə mərkəzi nə üçün o obyektin adını çəkirəm. Onlar səsə də çox həssas olurlar. Əlbəttə. Onlar birbaşa normadan artıq, yəni beynin götürəcəyi səsdən artıq yüksək tonla danışarsa, hətta mütəxəssisi, onlar birbaşa əllərini qulaqlarına tuturlar. Bu autizmin əlamətləri. Bəli. Onlar birbaşa kənardan təcrid deyirlər. Mən bəzən valideynlərə deyirəm ki, məşğul oldum, fərdi məşğələdən sonra valideyn təbii ki, işləsin, işinin dalınca qaçsın, maddiyyat dalınca gedir. Bunlar başa düşülən. Onları aparıb, onsuz da bunlar cəmiyyətdən təcrid olunmağa meyilli olan uşaqları aparıb qapalı bir məkanda reabilitasiyaya qoyurlar. Bəzən qadağa qoyurlar telefonu. Mən telefonu o zaman qadağa qoyuram ki, artıq eyni nöqtəyə fokuslanıblar. Xeyr, uşaq var telefondan dil öyrənir, uşaq var ətraf mühiti dərk edir. Biz öz mühitindən qopması üçün uşağı nə maraqlı dair, övladınızla oyun oynayın. Televizora baxmasını istəmirsiniz, övladınızla iplər qurun, evlərdə maraqlı. Bəli, biz hər şeylə övladımızı, bayaqları təkrarlamaq istəmirəm. Hətta onlarda bir istedadlı uşaqlar da çox çıxır. İnan, elə bir rəsm çəkə bilərlər ki, onlar elə bir toxuma işi edə bilərlər ki, insan düşünə bilər ki, normal uşaq bu fantaziyanı edə bilməz. Bəs nə ilə bu bağlıdır? Yenə deyirəm, bunun tibbi tərəfi budur. İnsanın beyni bir saniyədə 1 milyon neyron istehsal edir.
bu uşaqlarda o neyron stoplanır. Təsəvvür edin, bunu bir loru belə dillə deyək ki, uşaq bizim gözümüz yol çəkir, el arasında deyirlər ki, deyəsən axşam qonağımız gələcək. Bu uşaqlar artıq o yol nüansı mütləq kəsmək lazımdır. Bəzən seansın ortasını kəsib uşağa belə edirəm. O əgər qopdusa, reabilitasiya düzgün gedir. Əgər yox, hələ də öz dünyasına, nə üçün deyirlər o uşaqlar eşitmir? Əslində çox gözəl eşidirlər. Onlar öz dünyalarındadılar. Bir mütəxəssisin üzərinə düşülən nədir? 45 dəqiqəni o qədər sürətli işlənməlidir ki, o qədər onların surətlərinə, öz surətlərinə eyni. Stol anlayışını bəzən görürəm, məsələn, sosial şəbəkələrdə mütləq vadar eləyirlər ki, stolda otursun. Xeyr, biz onların göz kontaktını emməliyik. O uşaqlarına göz kontaktı anlayışını biz onları qaldırmaq mühitinə hələ var. Uşaq gələn kimi deyirik, otur burada. Bugün kartdır, kitabdır, bu cür deyil. Bugün o qədər yeni metodlar var ki, uşaqlarla işləməni düzgün mütəxəssis tapmaq lazımdır. Valideynlər deyir, biz hər yerə aparmışıq. Nigar xanım, bir sual. Özünüzün artıq 17 ildir bu sahədə çalışırsınız və görürəm ki, çox bilgili və çox savadlısınız. Bu artıq bir reklam deyil. Doğrudan sizə o qədər diqqətlə izlədim və sizin işinizə yanaşmağınızı sevdim. Çünki sizdə bir özəllik gördüm və ona görə də elə bir sualım var. Sizin özünüzün özəl, belə deyək, müəllifi özünüz olan bir metodikanız varmı? Bugün yaxşı mütəxəssisin yanında təcrübə keçmədən heç kim deyə bilməz ki, bugün mən hər şey edə bilərəm. Bugün yenə oxuyuram. Amma mənlə razısınız, yəqin ki, üzr istəyirəm, sözünü kəsdim. Bir insan özünü ekspert adlandırmaq üçün heç olmasa 7 il vaxt lazımdır. Təbii ki. Bəli, bəzi insanlar deyirlər ki, mən dünən universiteti bitirdim, mən artıq hansısa bir kursları keçdim və artıq mən mütəxəssisəm. Bugün mənə dərs deyən müəllimlər var. Hər zaman belə bir söz deyirdilər ki, bir uşağın inkişafını istəyirsinizsə, hər zaman deyirdi ki, İsmailova, olmayacaq səndən heç nə. Və bugün çox böyük tədbirlərdə onlarla üz-üzə gəlirəm. Bilirdi, niyə görə o vaxtda deyirdim. Çünki təbii ki, Patokda bir 30-35. Bildim, universitetdə soyadı İsmailov olubdur. İndi Abilovadır. Bugün studiyamızın qonağı Nigar xanım Abilova idi. Sadəcə belə deyirdi ki, biz insanın inkişafını istəyirsinizsə, onu biraz qıcıqlandırın. Yaxşı mənada. Stimul verin. Bizim bəzi insanlarımızda nə çatmır? Dilimizdə şükür sözü yoxdur. Şükranlıq. Yəni, əlimizdə olanın qədrini bilib, onun qədrini bilib. Təbii ki, aza qane olarsansa inkişafdan söhbət gedə bilməz. Şükür kəlməsi olmalıdır insanlarda. Mən həmişə valideynlərimə deyirəm, bu yolda səbriniz varsa, qalib çıxacaq insanlar sizlərsiniz. Bunu Allah Taala heç bir insana da gücü çatmayan neynəsə yükləməz. Bunu bir dənə dərk eləyən olsa, dərk eləsə insan və nə üçün bu dünyaya gəldiyinin fərqində olsa. Gəl elə o nə üçün bu dünyaya gəlmişik, gəl elə mən də deyim ki, mənim əzizlərim, verilişimiz necə bir saat gəldi, getdi doğrudan da hiss eləmədim. Çox gözəl bir abu-havada gözəl söhbətlər oldu. Onu da nəzərimizə çatdırım ki, bugün studiyamızın qonağı dəyərimiz 17 illik təcrübəsi olan loqoped pedaqoq Nigar xanım Abilova studiyamızın qonağı idi və düşünürəm ki, siz də onun gözəl söhbətlərini eşitdiniz və artıq bugündən siz də evladlarınıza necə düzgün tərbiyə verməlisiniz, necə düzgün yanaşmalısınız, artıq bugün şəfalı həyatda səsləndirir. Çox sağ olun Nigar xanım, təşəkkür edirəm. İnşallah ki, növbəti efirlərdə bir daha görüşəcəyik və bugün bizim gözəl bir ailə. Doğrudan da bu ailəni sevirəm. İstəyər Əkbər bəy, istəyər Gülnarə xanım, istəyər bizim gözəl Nuray balamız. Doğrudan da ailə bu ən önəmlidir və ən dəyərlidir və istəyirəm qonaqlarıma dərin təşəkkürümü bildirim. Biz də təşəkkür edirik. Doğrudan da çox istirahət edirəm. Mən çox gözəl qonaqlar da seçirsiniz bu günləri xanım. Elə danışmaq, ilk danışığından başa düşdüm ki, gözəl nitq qabiliyyəti var. Sən demə, nitq ustasıymış bizim dildə. Uğurlar arzulayırıq sizə. Bu gözəl təşəbbüsünüzdə. Bir də Şəfa xanım, istəyirəm efir vasitəsilə söz verəsiniz ki, mənim kilo çəkimi azaltmağa mənə artıq Əkbər bəy bundan öncə gəldi ki, Şəfa xanım, mənə də lazımdır. Keçən dəfə tədbirlərdə o yeməklərdə gözüm qaldı. İstəyirəm çox yeyim, amma çəkim azalsın. Artıq burada Nigar xanım da bundan öncə dedi ki, mən formaya düşmək istəyirəm və Əkbər bəy də kafemizə gələndə, Şəfalı Kofenin Delsifuda gələndə dedi ki, Şəfa xanım çox dadlıdır. Yəni bu yeməkləri yeyərək kilolardan azad olmaq olar. Bəli, şəfalı yeməkləri yeyirsiniz, doyursunuz və gözəl formada qalırsınız. Söz veririk ki, növbəti efirlərdə Əkbər bəyi çox gözəl bir fit formaya salacağıq. İnşallah. Baxın ha, efirdə söz verdi artıq Şəfa xanım. İnşallah. Yəqin ki,
İnşallah növbəti efirlərdə izləyin və istəyirəm bizim Nurayın gözəl ifasından verilişimizi sona çatdırıq. Odur ki, mənim əzizlərim, hər bazar gün saat 2-də ARB kanalında Şəfalı Həyatla qalın və hər zaman faydalı məsləhət, gözəl söhbətlər və gözəl ifalar elə Şəfalı Həyatda siz də izləyin. Sağ olun, sağlıqla qalın. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kommentlərə baxıram, like edib şərh yazırlar, hər bir nöqsan axtarır, xeyri yoxdur. Xoş sözlər deyənlərə, xoş gözlə görənlərə, sevgi sayğılarımda xeyli çoxdur. Qəlb qırmaq o qədər asan ki, əlində gülləri salan ki, mahnışı ilə avunan ki, bəs bu qəlbi yerinə qoyan ki. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Sen sana gel yar istemem, hadi gönül yar istemem. Yar değiller olsana, sen yar değiller isteme. Bir vefadır çünkü alem, kimden istersen vefa. Bir vefa alemde sen yar vefadar isteme. Bir vefa alemde sen yar vefadar isteme. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kimdi ki məndən gözəl, kimdi ki məndən özəl, nə qədər istər bəzən, xeyri yoxdur. Kimdi ki məndən gözəl. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, Huggies uşaq bezlərinin xüsusi sponsorluğu, Kotex qadın bezlərinin sponsorluğu ilə bitdi.